İqtisadiyyatımızdan danışırıq. Bu dəfəki mövzumuz təbii və mineral su mənbələridir. Muxtar Respublikamızı bu baxımdan dünyanın ən cəlb edici bölgələrindən saymaq olar. Əbəs yerə deyir ki, Naxçıvanı nə az, nə çox mineral suların təbii müzeyi adlandırırlar. Muxtar Respublikada 250-dən artıq şəfalı mineral su mənbəyi var. Onların əksəriyyəti Şahbuzda, Şərurda və Naxçıvan çayın vadilərindədir. Bulaqlar kimyəvi tərkibinə görə müxtəlif tipli olub, sənayedə, təsərrüfatda, məişətdə və müalicə məqsədi ilə istifadə olunur. Ancaq bax bu su tərkibinə, dadına, ətrinə görə sözün əsl mənasında heç bir tərifə sığmır. Dünya şöhrətli Badamlı suyunun tam mənbəyində Badamlı qəsəbəsindəyik. Ona bu şöhrəti qazandıransa suyun unikal tərkibidir. Badamlı suyunu yalnız Stavodskinin Nazan və Gürcüstanın Sagveri suları ilə müqayisə etmək olar. Hətta belə olan halda belə əminəm ki, bizim Badamlı suyu birinciliyi əldən verməyəcək. Durduğum bu nöqtə Badamlı mineral su yatağı dəniz səviyyəsindən düz 1274 metr hündürlükdə yerləşir. Bu yataq bir neçə bulaqdan ibarətdir. Süfrə suyu kimi və müalicəvi məqsədlə istifadə etdiyimiz Badamlı uzun illərdir ki, nəinki Azərbaycanda, eləcə də bir çox xarici ölkələrdə də ən geniş istifadə olunan mineral sulardandır. Hələ uzaq 1947-ci ildə elə burada Şahbuzda Badamlı zavodu fəaliyyətə başlayanda onun şöhrəti hər yerdə dolaşırdı. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə müəssisə yenidən qurulduqdan sonra məhsulun 90%-i Respublikamızdan kənara göndərildi. 1990-cı ildə isə müəyyən fasilədən sonra Badamlı zavodu fəaliyyətini bərpa etdi. Tədricən əvvəlki şöhrətini bərpa edən müəssisə Gəmqaya Mineral Sular Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən özəlləşdirildi. Məhz bu tarixdən Badamlıya sanki ikinci nəfəs həyat verildi. Bazar iqtisadiyyatının tələblərinə uyğun elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında Şahbuzdan Naxçıvana köçürülmüş yeni zavod rəqabətə davamlı məhsullar buraxmağa başladı. Bir sözlə, Badamlı zavodu yalnız ünvanını dəyişdi, keyfiyyətini yox. Mənim 85 yaşım var. Ömrümün çox hissəsi 60 ilə qədəri bu qəsəbədə keçib. Həmişə biz qədimdə də bu sudan istifadə edirdik, ancaq mənasını bilmirdik. Bilmirdik ki, bu nə dərəcədə əhəmiyyətli minerallı sudur. 1947-ci ildə professor Əsgərov adlı bir adam kəşf elədi və Badamlı sənaye üsulu ilə dolmağa başladı. Dünyanın hər yerinə getdi. Həmin devirdən başlayaraq ondan da əvvəl bu ərazinin adamları, o cümlədən də mən həmişə Badamlı su içmişik. Bu da Badamlı dindigənə yanımızda var. Ölkələrin hər yerinə gedirdi. Respublikamızda, Sovetlər İttifaqında, xaricdə bunu tanıyırdılar. İndi də artıq vaxt yaxınlaşıb, istehsal gəlib böyüyüb, Naxçıvan Muxtar Respublikasının mərkəzi olan şəhərimizdə yeni, böyük bir Badamlı su zavodu tikilib. Dünyada tanınır və bizim şöhrətimizi qaldırır ki, Azərbaycanın belə də bir məhsulu var. Bunun özü də böyük xoşbəxtlikdir bizim xalqımız üçün. Mən indi də Badamlı suyundan istifadə edirəm. Və Badamlı suyundan istifadə eləməyimin bir ifadəsi də ondan ibarətdir ki, deyirəm, hamıya təklif edirəm, Badamlı suyu içsin, sağlam və gümrah olsun. Badamlı, lal axır, badamlı, bol axır bulaqdan, su çıxır deyirsən, bal axır dərdlərin dərmanı, belə su dehanı, axtar dolan bu dünyanı. Hey, badamlı, məzəli süfrələr, gözəli şüşəsi, qədəhi əlbəhəl, gezəli çox olur şöhrəti, hoş sözü, söhbəti, gəzir eli